Salam dostlarım, hər vaxtınız xeyirli olsun. Ümid edirəm ki, yaxşısınız. Dostlar, burada kitabxanaya gəlmişəm. Kitabxanada tələbələr üçün belə yerlər, alanlar qurulur. Tələbələr gəlib kompüterdən istifadə edə bilirlər, kitablarını oxuya bilirlər. Çox sakit yerdir. Kitabxananın içində hətta şüşəli ayna, belə aynalı bir otaq da var. Orada tələbə, yəni kənardan səslər gəlməsin deyə içəridə oturub öz dərsini çalışa bilir. Mən də gəlmişdim, öz parolum var idi, onsuz ki, tələbə parolum. Düzdür, tam tələbə olmamışam, amma mənə tələbə parolu vermişlər, ondan kompüterə girə bilirdim. Burada da e-mail yazırdım və cover letter'ımı təzəlirdim. Burada hər departament üçün fərqli bir məktub yazırsam və hər dəfə fərqli ərizə yazırsan, təzəlirsən. Ona görə biraz düzəlişlər eləməyə gəlmişdim. Niyə kitabxanaya gəldim? Çünki bizdə bir kompüter var, onu da yoldaşım istifadə edir. Ona görə dedim ki, gedeyim, elə kitabxananın kompüterindən istifadə edeyim. İndi sizə bir güncəlləmə, Türklər demişkən güncəlləmə verim. Dostlar, artıq ayın 15-idir. Mənə verilən möhlət sona çatır. Son dəfə də artıq, yəni cümə günündə gedəcəm. Universitetə gedəcəm, baxacam. Bir ümid yeri olan bir yer var, oradan da soruşum. Alınsa alınar, alınmasa da xeyirlisi olsun deyərəm. Çünki mən çox gözəl təcrübələr əldə etdim, çox insanlarla görüşdüm, çox həqiqətən də belə ünsiyyətdə olduğum, əlaqə qurduğum çox insanlar oldu. Mənim üçün çox gözəl təcrübə oldu. İndi olmasa da gələcəkdə oxumaq istəyirəm, yəni o təcrübəni qazanmaq istəyirəm. Yaşım neçə olursa olsun, inşallah ki bir gün mənə də burada oxumaq nəsib olar. Belə dedim, sizinlə də paylaşım. Ağlınıza gələ bilər ki, bəs magistratura oxumaq üçün mütləq iş tapmaq mı lazımdır? Xeyr dostlar, əgər sizin öz büdcəniz varsa, green cardınız varsa, yəni işləmə imkanınız varsa, öz ödənişinizi, təhsil haqqınızı ödəmək üçün öz büdcəniz varsa, təbii ki, özünüz də onu ödəyə bilərsiniz. Yəni işləmək vacib deyil. Bizim green cardımız olmadığı üçün, mənim ayrıca bir işim olmadığı üçün, yəni qısacası təhsil haqqımı özüm qarşılaya bilməyəcəyim üçün özümə, belə deyim də, yəni glory desək, sponsor axtarıram. Yəni mənim təhsil haqqımı ödəyəcək, həm də mənə təqaüd verə biləcək bir sponsor departament axtarıram. Yoxsa mənim yəni green cardım olsa, işim olsa, özüm belə deyim, təhsil haqqımı ödəyərdim. Heç iş də axtarmazdım. Sadəcə belə rahat şəkildə təhsilimi davam elətdirərdim. Bu şəkildə dedim ki, sizə yəni buradan ancaq mənfi bir enerji ötürməyim, sizi belə ümidsiz eləməyim. Əgər öz imkanınız varsa, özünüz oxuya bilərsiniz. Belə dostlar, inşallah ki, ayrıca magistraturaya necə qəbul olmaq olar, hansı sənədlər lazımdır, onlar haqqında da ayrıca danışmaq istəyirəm. İnşallah ki, bir videoda da onun haqqında danışaram. Belə. İndi isə bu video haqqında sizə məlumat verim. Sürətli şəkildə qaça-qaça maşınımızı götürməyə gedirik. Çünki usta çıxmalıydı. Ona görə də biz də işəmi çatmalıydıq. Və qaça-qaça gedirik. Bir günümüzü maşınsız keçirmiş olduq. Belə gözəl challenge yaşadıq. Maşınsız həyat sürdük. Düzdür, idmana görə yaxşıdır, amma dostlar, burada maşınsız çox çətindir. Yəni, uzaq yerlərə getmək üçün, ondan sonra marketlərə, supermarketlərə getmək üçün çox çətindir. Yəni, maşınsız həyat çətindir. Dostlar, maşını götürməyə gəldik. Burada qarajdır. Maşın falan düzəldirlər burada. Baxın belə. Bizim maşın hardadır? Sağ olsun yine bir güne düzeltti. Çünkü demiştik ki başka maşınımız yoktu. Ona göre sağ olsun tezleştirdi. Yani burada ne kadar maşınlar var gözleyen. Şimdi maşın düzeltmek için burada açar yeri olur. Maşın düzeltmek için de randevu götürmeye lazımdı. Randevu götürenden sonra sen açarlarını bunun içine koyursan, sonra düzəldən adam da gəlib götürür, başlayır düzəltməyə. Belə. Sonra da belə ofisdə Şahin müəllim pul ödəyir. There's not much left until you're showing wire, and it gets dangerous at that point. So make sure the set side ain't any different. Yeah, so if you're careful, I just wouldn't be running 100 mile an hour down to Nashville. Maşınımıza qovuşduq arkadaşlar. Ama bir gün maşınsız həyat keçirdik, qəşəng oldu əslində. Bizə lazım idi. Yerimə lazım idi, alışmamız lazım idi. Şahin müəllim, xoşbəxtsən mi maşınına qovuşdun? Çox xoşbəxtəm, çox şükür. Burada maşın olmasa çətindir mənim. Düzdür, hə. Burada dostlar, yəni marketlər çox uzaqdadır. Ona görə maşın mütləq lazımdır. Axşam vaxtıdır bu gün. Amma qəşəng idman oldu. Yürüyüş elədim.
Maşınsız olmaqla da. Şəmməm necəsən? Yorulmusan? Yorulmuşam, hə. Bugün dərsim də var idi. Dərsdən sonra dostlarım gəldi, çay içdik. Otağımda şərait eləmişəm. Armudlu stəkanlar, çaynik, çaydan, şokoladlar, xurma, balaca quru üzümlər, kişmişlər. Hamısı var. Həm özüm üçün, həm gələn qonaqlar üçün. Yəni Qəşəng olur. burada dostlar saxlamaq istəyirəm. Sizə vloqlarıma baxaraq, izləyərək, paylaşaraq, like qoyaraq, komment yazaraq dəstək ola bilərsiniz. Buraya qədər izlədiyinizə görə təşəkkür edirəm. Özünüzə yaxşı baxın. Allah'a əmanət olun. Hələlik.